Dünən Spartakiyada ali və orta ixtisas təhsil müəssisələrinin qızları arasında əl topu yarışı ilə davam etdirildi. Oyunlara Gəncə Dövlət Universitetinin Tibb Texnikumunun, Bir saylı Uşaq Gənclər İdman Məktəbinin komandaları qatılıb. Birinci görüşdə Gəncə Dövlət Universiteti Tibb Texnikumunun idmançılarına 12-8 hesabı ilə qalib gəldi. Qızlar arasında keçirilən yarışlara komandaların kifayət qədər gəlməməsini Gənclik Tələbə İdman Cəmiyyətinin Gəncə Şəhər Şurasının sədri Nobil İsmailov ali və orta ixtisas məktəblərdə qızların bədən tərbiyəsinə marağın az olduğu ilə izah etdi. Onun dediyinə görə, biz bütün təhsil müəssisələrini Spartakiyadaya dəvət edirik, amma onlar təhsil müəssisələrində qız kontingentinin olmamasını bəhanə gətirirlər. Azərbaycan Müəllimləri İnstitutu, Texnologiya Universiteti, Kənd Təsərrüfatı Akademiyası belə yerlərdəndir. Qeyd edək ki, əl topu yarışı noyabrın 18-də oğlanlar arasında keçiriləcək. Vüsal Məmmədov, Fərrux Qafarov, Xəbər Plus.